Mənə deyirsiniz ki, sən maşın alveri ilə məşğulsan, Volkswagen-i cəmaata satmaq istəyirsən. Xeyr, Volkswagen nəyə görə tərifləyirəm? Çünki o almandır və büdcədə olan bir avtomobildir. Əslinə qalanda mən bax bunu bəyənirəm, bax bundan başqa maşın yoxdur, BMW. Amma mən bunu tərifləməyə başlasam, hamı mənə deyər ki, qardaş, sən bizlə məzənirsən. Axı bunu almağa bizim gücümüz çatmır. Maşın alverçisi olmaq məsələsi. Bunu dəfələrlə demişəm, indi də demək istəyirəm. Kaş ki alverçi olam, kaş ki ticarətlə məşğul olam. 100 dənə avtomobilim olsun, mən də onu sizə təklif eləyəm. Yox, gözəl insanlar, bugün mənim elə bir imkanım yoxdur. Yəni mən sizə gətirim maşın alveri ilə məşğul olum və 100 dənə avtomobil göstərim. Amma maşın alveri digər ticarətlər kimi çox gözəl, çox nətər deyim, belə təqdirə layiq bir sənətdir. Bunu xor görmürəm. Kaş ki olaydım, amma mənim o qədər bir avtomobilim yoxdur ki, elə kütləvi şəkildə bunun alveri ilə məşğul olum. Amma mən nizamı sevirəm. Mən Alman texnologiyasını sevirəm. Mən Alman sistemini sevirəm. Amma buna baxmayaraq, siz yenə də Kitaya meyillənirsiniz. Hətta bilirsiniz ki, mən özüm də Kitay avtomobil sürürəm. Bəs bunu nə cür düzəltmək olar? Yalnız sistemli şəkildə düzəltmək olar. Arxada gördüyünüz 212 var ha, o sizə tanışdır o avtomobil. Mən bilirsiniz bu avtomobillə nə etmək istəyirəm? Bir çox şeylər eləyəcəm və bunun üçün ayrıca videolar çəkəcəm. Amma elə oldu ki, biraz həddindən artıq belə çoxlu suallar gəldi deyə mən bunu sizə açmağa məcburam. Kitay məsələsində belə bir şey eləmək istəyirəm 212 ilə. Bu arxada gördüyünüz maşınla. Bir qardaş da deyir ki, 212 deyir duxudur. Düz deyir, duxudur əslinə qalanda. Çünki mən də o duxudan istifadə edirdim və çox da gözəl bir duxu idi. Bu avtomobil 1957 ya da 58-ci ildən zavodu var. Yəni bu avtomobil 10 ildən bir modifikasiya olunub. İndi biz növbəti 10 ilə daxil olmuşuq. Tam da mənim istədiyim kimi Alman variantında. Bəs yaxşı, bu avtomobilin ehtiyat hissələri necə? İlk dəfə Azərbaycanda, ilk dəfə bu avtomobilin bütün ehtiyat hissələri heç bir Çin maşını brendlənib, onlayn şəkildə siz görəcəksiniz. Siz görəcəksiniz ki, bütün ehtiyat hissələri neçəyədir. Və qiymətinin də ən ucuz rəqiblərə nəzərən 5 dəfə daha ucuz olduğunu görəcəksiniz. Bunu, bax, mən bu məqsədlə edirəm ki, insanlar seçim eləmək qabiliyyətlərində olsunlar. İkinci bir məsələ, avtomobilin servis məsələsi. Bu dəqiqə danışıqlar gedir. Müxtəlif servislərlə Azərbaycanın müxtəlif regionlarında. Əgər kimsə bu avtomobili alsa, o xüsusi bir əplə qoşulacaq Azərbaycanın bölgələrində olan bizim partnyor servislərimizə və istədiyi yerdə öncədən belirlənmiş qiymətlərlə avtomobilini təmir edə biləcək. Bax, bu oldu əsl Kitay. Beləyə qalsa Alman da var idi da, elə alıb sürə bilərik.